İlham Əliyev Azərbaycanda total nəzarət sistemləri qurur və buna da İsrail şirkətləri dəstək olur. Çox təəssüflər olsun ki, İsrail icması Azərbaycan xalqının yanında deyil, Azərbaycan hökumətinin diktaturanı möhkəmləndirməyinə dəstək olur. Buna çox üzülürəm. Baxın, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Böyük Britaniyada bu ilin mart ayında, 2026-nın mart ayında Palantir şirkəti ilə görüşdü. Palantir şirkətinin baş məsləhətçisini bu ay 2026-cı ilin iyun ayında bu ay Trump baş məsləhətçisi Alexander Aldeni Azərbaycana səfir təyin etmək üzrə namizəd göstərib. Baxın, Palantir şirkəti iki sahədə, iki istiqamətdə Azərbaycana yaxınlaşır. Bir, texnoloji cəhətdən, bir, diplomatik cəhətdən. Bu Palantir şirkəti kimdir? Kəşfiyyat İdarəsinin, Amerika Birləşmiş Ştatlarının Kəşfiyyat İdarəsinin yaratdığı, İsrail ordusunun tərəfdaşı olduğu, İsrail ordusuna xidmət edən, Amerikan ordusunun kəşfiyyat hissəsinə xidmət edən və ən önəmlisi, mənim üçün ən önəmlisi İCE, yəni Immigration and Customs Enforcement, yəni Miqrasiya və Gömrük İdarəsinin istifadə elədiyi 2025-ci ildə keçən il 30 milyon dollar pul verib aldığı bir xidmətdir. Palantir şirkəti nə iş görür? Amerika Birləşmiş Ştatlarında miqrasiya polisindən, yəni İCE-dən qaçan insanlara nəzarət edir. Kim harda görüşdü, kim hara getdi, onlara ictimai və total nəzarəti göstərib, yəni miqrasiya polisinin işini yüngülləşdirir. Və Palantir şirkəti data analitik şirkətdir. Məlumatları analiz eləyir və lazım olan şirkətlərə verir. Adi bir insanın başa düşəcəyi dildə izah edeyim. Palantir şirkəti nədir, kimə xidmət eləyir və nə üçün lazımdır? İlham Əliyev bundan necə istifadə eləyəcək? Baxın, təsadüf deyil. Bir, rəqəmsal nazirimiz görüşür. İki, onun baş məsləhətçisini Azərbaycana səfir təyin eləməyə namizəd göstərirlər ki, həmin o Alexander Alden diplomat belə deyil, adi şirkətin işçisidir. Baxın, Palantir şirkəti hər bir insanın anlayacağı dildə belə izah edeyim. Ümumiyyətlə, kimin hara getdiyi, kimin kimə pul göndərdiyi, kimin kimə pul köçürdüyü, kimin kimlə görüşdüyünü məlumatlar olaraq yığır, saxlayır. Belə izah edeyim. Azərbaycanda, məsələn, polis ictimaiyyətə nəzarət edir. Kameralarla, ictimai nəzarət kameraları ilə, radarlarla və s. yollara nəzarət edir. Bunu ancaq polis görür. Xəstəxanalarda həkimlər resept yazırsa, bunu ancaq xəstəxana mühiti görür. Banklar sənin pul köçürmələrin, kimə nə qədər pul götürdün, pul köçürtdün, kredit aldın, ev aldınsa bu sistemlərdə bank görür. Palantir şirkəti bu sistemlərin hamısını birləşdirir. Polisi də, bankı da, xəstəxananı da, gömrüyü də, hər şeyi birləşdirir. Və o verilənlər bazasını analiz edir. Yəni Palantir şirkəti sənin hardan çıxıb hara getdiyin, saat neçədə evdən çıxdığın, hansı istiqamətə getdiyin, gün ərzində kimdən pul aldığın, kimə pul köçürtdüyün, kimlə danışdığın, bir sözlə sənin həyatıva birbaşa nəzarət eləyir. Birbaşa. Baxın, zarafat deyil və boşuna deyil. Azərbaycan metropolitenində hər bir insanın üz sensorları ilə tətbiq olunmuş kameralar quraşdırılıb. Yəni sən metroya hansı stansiyada mindin, hansı stansiyada düşdün, avtobusların içində ictimai nəzarət kameralarının hamısında üz sensorları var. Sən hardan çıxdın, hara getdin, kimlə görüşdün, nə iş gördün? Hər şeyə dövlət bu Palantir şirkətinin data analitik mərkəzi vasitəsilə sənin hər bir addımını izləyir və sənin bütün həyatına nəzarət eləyir. İstəyirsən polis ol, istəyirsən müəllim ol, istəyirsən həkim ol, istəyirsən hakim ol, fərqi yoxdur. Dövlət sənin hər bir addımına nəzarət eləyəcək. Hara getdin, hara gəldin, kimlə görüşdün. Yəni dolayısıyla mən deyəndə ki, İlham Əliyev Azərbaycanı dədəsinin ferması kimi istifadə eləyir və ya idarə eləyir. Yəni inanan yox idi. Baxın, İlham Əliyev Azərbaycanda 10 milyon qoyun kimi insanları idarə eləməyi düşünür. Və total sistem yaradır ki, kim hara getdi, hara gəldi, kimə pul köçürtdü, kimlə görüşdü, hər şeyə. Zaten telefon yanımızda ən böyük iş verəndir, ən böyük məlumatları ötürəndir. Sadəcə Azərbaycan hökuməti o məlumatları da təsəvvür edin ki, bütün məlumatları toplayıb sənin bütün hərəkətlərinə nəzarət eləyir. Və total nəzarət olunandan sonra cəmiyyəti idarə eləməyə nə var ki? Kim hara getdi, kimdən görüşdü, kim nə iş gördü? Yəni, İlham Əliyev hakimiyyətini möhkəmləndirmək üçün, hakimiyyətdə uzun illər qalmaq üçün bu sistemləri qurur. Söhbət ondan gedir ki, bu milyonlarla, milyardlarla dollar xərc aparan şeydir. Çünki Azərbaycanda bunları icra eləyəcək nə verilənlər bazası var,
nə analitik proqramistlər var, yəni bunun tətbiq edən proqramistlər, nə də o proqram təminatı var. Milyonlarla, milyardlarla dollar pulu ödəyib bu sistemləri alıb Azərbaycanda tətbiq eləyirlər və Azərbaycan insanına, Azərbaycan xalqına nəzarət eləmək üçün. Baxın, Almaniyada bu texnologiya niyə yoxdur? İsveçdə, Fransada niyə yoxdur? Üz tanıma. Niyə biz metroda İsveçdə, Almaniyada, nə bilim, Fransada üz tanıma sensorlarından istifadə eləmirik? Çünki Alman cəmiyyəti Alman toplumuna nəzarət eləməyi düşünmür. Orada seçki var, orada dəyişiklik olur. Amma Azərbaycan hökuməti dəyişiklik istəmir. Ona görə də avtobuslarda, metroda, hər yerdə, ictimai kameralarda üz tanıyan sensorlarla ümumi verilənlər bazasını analiz edir. Cəmiyyətin hansı hissəsi hara getdi, hara gəldi, kim nə iş gördü, hər şeyi analiz edir ki, gələcəkdə özünə bir təhlükə yaranmasın. Və total nəzarət. Yəni Şimali Koreyanın bir addımlığındayım. Təbrik edirəm sizi. Yəni Şimali Koreya sadəcə baxın, fərq ondadır ki, Azərbaycan insanları o qədər cahildir, o qədər savadsızdır ki, xəbəri yoxdur. Ölkədə baş verənlərdən xəbəri yoxdur. Palantir şirkəti nədir, nə iş görür, nəyə lazımdır, niyə İlham Əliyev o şirkətlə yaxınlaşır, niyə bizim nazirimiz gedib onlardan hər hansı bir proqram təminatı alır? Hə? Bir xəbəri yoxdur. Niyə məsələn metroda dünyanın heç bir ölkəsində belə bir sistem yoxdur? Azərbaycanda üz tanıma sistemləri var. Niyə? Çünki cəmiyyətdə total